Xoş gördük əziz dinləyicilər. Bu günlərdə deməli Ermənistan İran sərhədində Ermənistan gömrükçülərinin saxladığı 26 kiloqram və 143 qadına məxsus olan saç deməli satışını həyata keçirdənləri tutub saxladılar Ermənistanda. Bu nə üçün maraqlıdır? Əvvəla birinci dəfə belə bir hadisə baş verirdi. İkinci isə bu əlbəttə bir insan məsələsi olduğuna görə Ermənistan gömrüyü bunu saxladı və bunu saxladıqdan sonra belə bir sual ortaya çıxdı ki, bu yanvar ayında öldürülən İranda dekabrda başlayan nümayişlərdə və yanvar ayında öldürülən 143 qadına məxsusdur. Əlbəttə, bunlar nə qədər həqiqətdir, nə qədər həqiqət deyil, artıq Azərbaycan mediasında da və kifayət qədər səsləndirilir. Amma əsas bundan ibarət ki, biz bilirik ki, İran rejimi kifayət qədər qatil bir rejimdir. 3500 insanı öldürən bir rejim, əlbəttə 143 qadının saçının satılması mənə elə gəlir onun yanında çox humanist bir addımdır. Mənim səsləndirmək istədiyim, demək istədiyim nədən ibarətdir? Baxın, əzizlər, mən həmişə bu məlumatı ona görə verirəm ki, bax, bu günlərdə bilirsiniz ki, Məhərrəm ayıdır. Məhərrəm ayında İmam Hüseyn əleyhissalamın şəhadət məsələsi ortaya çıxır ki, bu şəhadət məsələsi hər zaman təbliğ edilir. Bax, bu insanlar ki, 3500 insanın qətlinə fərman vermişdilər. İndi 143 qadının saçını Ermənistana ixrac edirlər. Yenə də gəlir obyekti kimi. Bax, bu insanlar əxlaqdan danışırlar. Bu insanlar insanlıqdan və İslamdan danışırlar. Bu insanlar ki, 3500 insanın qətlinə fərman verirlər və bu günləri o insanlar 72 Kərbəla şühədası üçün ağlayacaqlar. İndi hamısı yas saxlayıb, artıq o mollaları da biz görürük, o əmmamələrin, necə də maskalarını çıxardıblar, daha doğrusu maskalarını taxıblar, yenə də başlayıblar 72 şühəda üçün ağlamağa. 3500 insanı öldürən, indi nə qədər milyonlarla İran xalqını təkcə öz kreslosuna görə, təkcə o cür yaşamaq istəmədiyinə görə öldürən insanlar bu günləri 72 şühəda üçün göz yaşı tökəcəklər. Baxın, mən hər zaman demişəm ki, bu saxtakarlıqdan uzaq durun. Həzrəti Hüseyn əleyhissalam bəşəri bir varlıqdır. Che Guevara kimi, necə Giordano Bruno kimi. Artıq o İslamdan daha böyük bir şəxsiyyətdir. Bəli, bu cür məktəblər hər zaman xalqlar üçün xeyirlidir. Bu cür məktəblər hər bir zaman cəmiyyət üçün yaxşılığa dəvət edir, haqqın müdafiəyə dəvət edir. Amma bu haqqın sahiblərini bu saxtakarlardan öyrənməyin. Baxın, bu saxtakarlıqlar baş verdikdən sonra, hətta biz Sovetlər dönəmində belə necə deyərlər, biz Aşura günləri keçirlərdik, Azərbaycan xalqının evlərində təkkələr qurulardı. Bax, biz müstəqil olduqdan sonra bu İran siyasəti ki, bizə qarşı çevrilən siyasəti ilə bağlı, düşmən siyasəti bir tərəfə qalsın, düşmənə yardım etməsi bir tərəfə qalsın, həm də şiəlikdən və İslamdan o qədər alçaqcasına istifadə etdi ki, o qədər ləyaqətsizcəsinə istifadə etdilər ki, bugün artıq Azərbaycanda da Aşura günləri keçirmək gözdən düşüb. Bəzi insanlar deyirlər ki, hökumət bizə icazə vermir keçirmək. Bunun da səbəbi məhz İrandır. İrandan keçən o mənfi stereotiplər, o necə deyirlər, parazitlər ki var Azərbaycan xalqının içinə girdilər və niyyətləri başqaydı. İnanın mənə, onlar isə Həzrəti Hüseyn əleyhissalamın qiyamını çatdırmırdılar. Həzrəti Hüseyn əleyhissalamın qiyamını çatdıran, bu duyğu ilə yaşayan, İmam Hüseynlə yaşayan insan öz xalqını öldürə bilməz, mümkün deyil bu. Demək ki, saxtakardır. Sadəcə olaraq bu nağıllarıyla səni İrana qul etmək istəyib. Ömürləri, həyatları budur. Minlərlə insan havayı qum məktəbində təhsil alıb, yalnız və yalnız səni çaşdırmaq üçündür. Yalnız və yalnız səni aldatmaq üçündür. Amma nə altında? Əhl-i Beyt pərdəsi altında, İmam Hüseyn pərdəsi altında, Kərbəla pərdəsi altında. Kərbəlada Həzrət Hüseyn əleyhissalam haqqı müdafiə üçün çıxmışdı. Amma məsələ 2 ay, 3 ay bundan əvvəl İran xalqı haqqı müdafiə üçün çıxdıqda, bugün 72 şühədaya göz yaşı tökən o timsah gözyaşları tökən insanlar, o mollalar, o ruhanilər 3500 insanın qətlinə fərman verdilər ki, heç tarixdə Yezid bunu etməyib. Ona görə də diqqətli olun və əlbəttə ki, Həzrət Hüseyn əleyhissalam kimi kişiyə yas saxlamaq lazımdır, amma onu tanıyaraq,
ona necə deyirlər, onun hərəkatına, onun duyğularına, onun etdiyi tarixə, o çıxışa baxmaq lazımdır, öyrənmək lazımdır və şəxsiyyət olaraq yetişmək lazımdır. Şəxsiyyət kimi yetişməyi, Həsən Hüseyn əleyhissalam kimi yetişməyi heç bir zaman İranın bugünkü o timsah göz yaşları axıdan mollaları həyata keçirə bilməz və sizə öyrədə bilməzlər. Təşəkkür edirəm.